Здравствуйте, дорогие ребята. Мы будем сейчас смотреть с вами сегодняшний вопросы сегодняшнего экзамена. Значит так, посмотрим. Hansı cümlədə sonra sözü zərf kimi işlənmişdir? Demək, sonra sözü uşaqlar həm qlaqol olur, yəni qoşma, eləmi? Həm də nariciyə, yəni zərf olur. Bunun əsas qaydası uşaqlar damdən çıxışlıq hal şəkilçisindən sonra əgər işlənirsə, bu zaman bu olacaq predlog, yəni qoşma. Dərsdən sonra, məsəl üçün. Amma sonra sözü müstəqilsə, bax, sonra gələrsən. Məsələn, sonra gələrsən. Bu zaman bu olacaq nə? Zərf. Bax, deyir ki, yağışdan sonra, səndən sonra, eləmi? Qurtardıqdan sonra, dərsdən sonra, hamısında çıxışlıq hallı sözdən sonra işləndiyi üçün bunlar olacaq qoşma. Sadəcə burada bax, yeni qərar barədə işçilərə sonra danışılacaq. Nə zaman? Sonra. Ona görə cavabımız olacaq D variantı.